İraq Nümayəndələr Məclisinin sədri Heybət Əl-Həlbusi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın paylaşdığı görüntüyə cavab olaraq X sosial şəbəkəsində qarşısında Ərəb körfəzi yazılmış xəritə olan fotosunu yayımlayıb. Hazırda İraqda səfərdə olan Qalibaf çərşənbə günü arxa planda Fars körfəzi yazılmış xəritənin göründüyü fotosunu paylaşmışdı. Bir gün sonra Həlbusi həmin paylaşımına cavab olaraq oxşar foto yayımlayıb. Lakin onun qarşısındakı xəritədə bu dəfə Ərəb körfəzi ifadəsi yer alıb. İraq parlamenti sədrinin bu addımı sözü gedən su hövzəsinin adı ətrafında davam edən siyasi və media mübahisələri fonunda Qalibafın paylaşımına birbaşa cavab kimi qiymətləndirilib. Camal Salmani Qərbi Azərbaycan əyalətinin yeni polis rəisi təyin olunub. Bu haqda yerli media məlumat yayıb. O, İran polis qüvvələrinin komandanı Əhməd Rıza Radanın əmri ilə vəzifəyə gətirilib. Milliyyətcə Kürd olan və Kirmanşah əyalətində anadan olan Salmani bundan əvvəl İlam, Kirmanşah və Kürdistan əyalətlərində bu vəzifəni icra edib. O, xidmət göstərdiyi bölgələrdə həm də narazı vətəndaşlara qarşı repressiyalardakı fəallığı ilə tanınır. Davam edirik. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf xəbərdarlıq edib ki, əhali aclıqla üzləşərsə və iqtisadi artım təmin olunmazsa, təkcə hərbi güc İslam Respublikasının mövcudluğunu davam etdirə bilməz. Əlimizdə nə qədər hərbi güc olmasından asılı olmayaraq, əgər xalq acdırsa, maliyyə dövriyyəsi, iqtisadi artım və daxili istehsal yoxdursa, biz mövcudluğumuzu davam etdirə bilmərik, deyə Qalibaf cümə axşamı Bağdaddakı İran səfirliyində İranlı və İraqlı iş adamları ilə görüşü zamanı bildirib. Qalibaf iqtisadi sabitlik və təhlükəsizliyin bir-birindən ayrılmaz olduğunu vurğulayaraq, fəaliyyət göstərən iqtisadiyyat olmadan hərbi təhlükəsizliyin davamlı ola bilməyəcəyini bildirib. Qalibaf eyni zamanda İranın müharibə axtarmadığını və müharibəni təşviq etmədiyini iddia edib. Bununla belə onun sözlərinə görə diplomatiyanın effektiv olması üçün ölkə hərbi hazırlığını qoruyub saxlamalıdır. İranın hazırda raket və dron istehsal etmək imkanları 5 ay əvvəlki ilə müqayisədə xeyli zəifləyib. Bunu ABŞ prezidenti Donald Trump radioya müsahibəsində bildirib. Hazırda onların raketləri istehsal etmək imkanları 5 ay əvvəlki ilə müqayisədə çox aşağıdır. 5 ay əvvəl onları kütləvi şəkildə istehsal edirdilər. İndi isə hər hansı bir şey istehsal etmələri çox çətindir, deyə Trump deyib. Trump İranın pis vəziyyətdə olduğunu bildirib və əlavə edib. Onlarda 300% inflyasiya var. Valyutalarının heç bir dəyəri yoxdur. Demək olar ki, tamamilə dəyərsizdir. Onların hərbçilərinə maaş verilmir. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqtonun İrana zərbə endirməkdən başqa seçimi olmayıb. Bu barədə də Trump radiostansiyaya müsahibəsində deyib. Bunu etməyimin səbəbi seçimimizin olmaması idi. Mən bunu 100 dəfə də edərdim. Onların nüvə silahı ola bilməz və olmayacaq, deyə Trump bildirib. Trumpın İrana qarşı hərbi əməliyyatları əsaslandırarkən Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını prioritet kimi göstərməsi son açıqlamalarında da öz əksini tapıb. Birləşmiş Ştatlar İslam İnqilabi Keşikçiləri Korpusuna zərbələr endirməli və Tehrana qarşı iqtisadi təzyiqi gücləndirməlidir. Bunu ABŞ Nümayəndələr Palatasının üzvü Don Bacon bildirib. O əlavə edib ki, müharibənin ən yaxşı sonluğu İranlıların öz ölkələrini geri almaları olardı. Bu baş verənə qədər biz Sepahın ürəyinə zərbə endirməli və rejimi sabitsizləşdirmək üçün iqtisadiyyatlarını boğmalıyıq, deyə Bacon X-da paylaşdığı paylaşımda yazıb. Bacon bildirib ki, prezident Donald Trumpın məqsədləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Hörmüz boğazını açıq saxlamaqdır. İranla bağlı iqtisadi təzyiqlərin maksimum səviyyəyə çatdırılması halında geniş miqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimal olunmur. Bunu ABŞ Maliyyə naziri Scott Bessent CNBC-yə açıqlaması zamanı deyib. Nazir bildirib ki, Vaşinqton İrana qarşı maksimum iqtisadi təzyiq siyasətini həyata keçirərsə, geniş miqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalı azalacaq. Bundan əvvəl ABŞ prezidenti Donald Trump İrana qarşı iqtisadi əməliyyatın başlandığını elan edib və bunu misli görünməmiş miqyasda təcrid etmə adlandırıb. O, müttəfiqlərini də Vaşinqtona qoşulmağa çağırıb.
Birləşmiş Ştatlar vitse-prezidenti J.D. Vance bildirib ki, Vaşinqtonun İrana qarşı elan etdiyi iqtisadi təzyiq kampaniyasına Tehranın nə qədər müddət davam gətirə biləcəyini proqnozlaşdırmaq çətindir. O bunu Newsmax telekanalına müsahibəsində deyib. Bunu həmişə proqnozlaşdırmaq çətindir və açığı diqqətimizi buna yönəltmirik. Onlara böyük təzyiq göstərilir və bu təzyiq bizim əsas məqsədimizə, onların nüvə silahına sahib olmasının qarşısını almağa xidmət edir. Onların bir neçə həftə, bir neçə ay və ya daha uzun müddət davam gətirə bilməsindən asılı olmayaraq əsas məqsədimiz budur, deyə Vance bildirib. Çərşənbə günü ABŞ prezidenti Donald Trump İrana qarşı görünməmiş miqyasda iqtisadi müharibə və təcrid kampaniyasına başlanıldığını açıqlayıb. ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, Tehranı dəstəkləyən ölkələr, maliyyə institutları, şirkətlər, hava limanları və ya dövlət qurumları ABŞ tərəfindən ciddi iqtisadi nəticələrlə üzləşəcək. Amerika Birləşmiş Ştatları qüvvələri 20 avqust tarixinə qədər İran ətrafında tətbiq olunan ABŞ dəniz blokadasına riayət olunmasını təmin etmək məqsədi ilə 67 kommersiya gəmisinin marşrutunu dəyişdirib, 3 gəmini fəaliyyətdən çıxarıb və 2 gəmiyə çıxış həyata keçirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.